Allah rəhmət eləsin deyir. Cəmaət, Allah sizdən razı olsun. Atdığınız qədəmlər qədər Allah Teala sizlərə səbir mükafat versin. Allah şəhidlərimizi rəhmət eləsin. Bu qəhrəman oğlun və oğullarının hesabına ayaqüstə durmuşuq. Bunların hesabına bu günlər, bu ay, bu şeyi görürük biz. Elə də ola bilərdi ki, vətənsiz başqa uzaq çöllərdə 5-5-3-3 səpələnib, kimisi də dənizdə, kimisi torpağın altında, kimisini heç dəfn eləməzlər, elə qalardı meydüzdə. Bu oğullar çox böyük işlər görürlər. Bunlar dahi şəxsiyyətlərdir. Onları düşünməyən, dərindən, dini bilməyən məqamını da bilməz. Allah onların qəhrəmanlığını, necə deyərlər ki, elə bir şeydə, elə bir sətirdə, elə bir kitabda yazsın ki, və heç vaxt olar, necə deyərlər ki, Quranda deyir ki, daxil olun əbədi, sakin olduğunuz cənnətlərə. Bax, bunlar üçün deyir. Allah rəhmət eləsin. Sözüm bu, elə bir yağdan deyirəm ki, bəs eləyərəm. Çok sağ olun. Rahmet başta olmakla bütün şehitlerin ruhu şad olsun, mekamı ucadan uca olsun. Allah'tan dileyirəm ki, onlar zaten cennetlikler. Ruhları şad olsun, mekanı cennet olsun inşallah. Çok sağ olun. Hepiniz bölüme bırakmadınız. Sağ olun.